Danimarkalıdır. Bəy isə, necə deyərlər, öz bəyimizdir. Azərbaycanlı bəydir. Daniela xanım və Emin bəy. Xoş gördük. Xoş gəlmisiniz. Gördünüz, Azərbaycan dilinə danışdıq. Siz də xoş gördük. Xoş gəlmisiniz. Çox sağ olun. Deməli, onlar xaricdə yaşayırlar. 3 övladları var, düzdür? 2 qız, bir oğul. 2 qız, bir oğlan və onlar da Azərbaycan dilində danışırlar və bu çox sevindirici bir haldır. Mən buna görə sizə təşəkkür edirəm. Çox sağ olun. Deməli, mən ilk buraya köçdüm. Danimarkadan Azərbaycana köçdüm, Sumqayıt şəhərinə. Burada toyumuz da oldu. Bir müddət burada yaşadık. Ondan sonra kısa bir müddət Danimarkaya köçdük. Oradan da sonra İsveç'e. İndi İsveç'te yaşayırıq. Necə tanış oldunuz? Türkiyədə oxuyurdum. Türkiyədə təhsilimi başa vurduqdan sonra, daha sonra Azərbaycana biz davam elədik təhsilimizi. Təhsilimi bitirdikdən sonra universitet təhsilimi, ali təhsilimi mən Türkiyəyə işləmə qərarına gəldim. Türkiyədə turizm bölgəsində işləyirdik, Alanya, Antalya bölgəsində. Mən də orada, təbii ki, orada front office deyirlər də, resepsiyon müdürüydüm. Orada tanış olmuşduq. İlk əvvəl anası ilə, atası ilə tanış olmuşduq. Xarici gözəlliyi, təbii ki, ilk öncə. Daha sonra da daxili gözəllik, xarici gözəllik ilə birləşdimi, ortaya sevgi deyə bir məfhum çıxdı. Evdəkilər necə razı saldınız? Mənim bacım da orada yaşayırdı əslində. Bacım ailəsi ilə Alanya'da yaşayırdı. İlk öncə bacımla tanış elədim. Narazılıq oldu-olmadı, düzün deyin. Təbii ki. Onlar da O da bilməməkdən yaranır. Mənim aramda məsələ, yəni ki, düşünürdü bu necə olacaq, 2 fərqli mədəniyyət, dil fərqlidir, adətlər fərqlidir, kültür fərqli, hər şey fərqli. O necə olacaq? Yəni hər iki tərəfdən biraz belə düşüncələr var idi. Və elçilik mərasimi bizdəki kimidir? Danimarkada elçilik, yox. Bizdə heç belə şeylər yoxdur. Nə, məsələn, nəyi təəccübləndiniz? Hər şey. Məsələn. Hər biz şeydən birlik, belə. çox ailə olaraq çoxuq axı biz. Məsələn, bir yerdə olanda bunlar da elə deyil. Məsələn, gəldi ailə ilə tanış oldu. Daha doğrusu belə deyək də, bizdə ailə bağlılığı bir-birinə daha sıxdır axı. Orada elə deyil. Ki, orada indi bu qədər Bəzi var əlbəttə, amma yəni ümumi desəm yox. Buradakı kimi deyil. Elçilikdə nəyi təəccübünü yaşadınız da? Yəni necə deyim, yəni hər şey belə bizə gəlib qız istəmək, belə şeylər bizdə yoxdur. Ondan sonra xonçaları gətirmək, yəni ki, sonra qoğalını bişirir, onun sonra nə bilim şəkər, bura, paxlavanı, sonra nə bilim qızın nə bilim makyaj xonçası, sonra paltar, belə şeylər. Sizə belə yoxdur? Yox, bizdə. Sizə bəs necə elçiliyə gedirlər? Elçilik bizdə yoxdur. Sizə elçilik yoxdur. Özü o dediyiniz şeylər, məsələlər elçilikdə olmur axı, o nişanda artıq olur. O nişan ikisi olsun. birləşdi. Bizdə belə şeylər olmadı. Yəni gedib qızı istəmək belə, amma ailələr arasında tanışlıq oldu ilk öncə. Bəs sizdə necə olur? Bizdə necə olur? Deməli, oğlan və qız bir yerdə tanış olurlar, gəlirlər, xəbər verirlər ailələrinə. Biz artıq evlənməyə qərar vermişik, biz sizi dəvət edəcəyik. Biz edəcəyik. Bəy və oğlan hər şey həll edirlər, hər şey hazırlayırlar, yer tuturlar, gün təyin edirlər, hər şey. Bəs heç kəsin ev istəmirlər qızı? Orada belə deyil, yəni ki, mən kiminsə fikrini almalıyam, anamın, atamın, belə bir şey yoxdur. Yox, heç kəsə rızasını almırlar. Yox, heç bir rızasını almırlar da, qərarı şəxsi verir də, oğlan da, qız da. Biz birimizi sevirik və birlikdə də yaşaya bilərik. Burada heç bir atanın, ananın və yaxud da ailənin heç birinin önəmi yoxdur onlar üçün. Onlar şəxsi özləri qərar. Biz birimizi sevmişik, həyat bizim üçün budur. Bu bizdən ibarət. Sizcə hansı yaxşıdır? Düzünü deyil. Düzünü desəm, mən buradakini daha çox bəyəndim. Bəs sizcə? Təbii ki. Bizdə. Bizdədən. Əlbəttə ki, olmalıdır. Ana atanın rızası olmalıdır. Təbii ki. Ana ata maraqlanmalıdır ki, mənim qızım hansı evə gedəcək, bilməlidir bunları. Yox, mən azadam, Mənə elə özüm gəlir qərar Daniela verirəm. xanım bu cür istəyəcək olsun onun övladlarının da. Bunu məncə ana olduqdan sonra insan bunu daha yaxşı başa düşər ki, nəyə görə? Yəni istəyirsən qızın yaxşı bir ailə getsin, yaxşı ona dəyər verən oğlana getsin də.
Ona görə önəmlidir ki, yəni ailələrdə bizim bu oğlan kimdir, ailəsi kimdir, necə olacaq, belə şeylər. Yoxsa qız gəldi, hə mən bu oğlanı istəyirəm də evlənəcəyiz, qurtardı. Yəni o biraz bilmirsən o necə olacaq. Yəni biraz ana olduqdan sonra insan daha çox yaxşı başa. Yəni bizi dəstəkləyirsiniz. Dəstəkləyirəm. Ay, təşəkkür edirəm. Sizə çox sağ olun. Mən də bizi dəstəkləyirəm. Azərbaycana gəldikdən sonraki o toy mərasimi. Orada bacılarımız xına yaxdı. Elədir, biz başladıq artıq əməlli başlı ailə xına yaxdı. Çünki anası ilə gəlmişdi, öz ailələri ilə gəlmişdi. Çox yox idilər. Amma bura gəldiyi zaman ona təəccübləndilər. Toyda qohum əqrabaların iştirakçı, dost, tanış xınalar. Xına da bizdə də elə şey. Xına yoxdur sizdə ümumiyyətlə. O vaxtda da dili də başa düşmürdüm. Bir baxıram paltar böyle kırmızı renkte olan paltar. Sonra başımı şeylə örtdülər, böyle kırmızı yaylıqla. Məncə bu nəyə görədir? Etrafımda nəsə oxuyurlar, nəsə danışırlar. Heç bir şeydə başa düşmürəm. Elə də otururam. Deyirəm bu acaba nə üçündür? Niyə bunu eləyirlər? Sonra təəccübləndilər, əsas toya girişdə təəccübləndilər. Toy vaxtı o qədər maşınların gəlməyi, qohum, əqraba, dost, tanış. Sən gəlib məni götürməyi. Mənim təbii ki, gəlib sonra maşınla götürməyimiz. Sizə bəs kim götürür? Qız oturub gəlir. Yox, bizdə yoxdur axı elə bir şey yoxdur. O tərəfdə yoxdur. Oğlan bəy birlikdə gəlirlər. Evdən bir yerdən çıxırlar evdən. Bizə o gəlin apardı, gəlin gətirdi, xına yaxdı. Şirin gəldi. Oğlan gəlir qızını belə keçirir. Mənim də çox xoşuma gəlir. Anam da bütün günü ağlayırdı. Nə vaxt baxırdım anama gözlər belə göz yaşları. O bizdə də var. Deməli sizdə də vardı. O duyğudur da onun. Duyğu idi. Bir şey anlamırdı. Yəni o da mənim kimi heç bir şey başa düşmürdü. Hamı da başqa dildə danışır. Qız da burada çox gözəldir. Belə qara qaş, saçlar da maşallah belə qalın, uzun, qaşlar belə nə bilim bu çox sevirəm. Yəni qarşınızda oturan buradakı qızlardan biridir də. Sizin kimi gözəllik var burada. Təşəkkür edirəm. Ən çox nəyi bəyənirsiniz məsələn Azərbaycan adətlərindən? Məsələn, Novruzu çox bəyənirəm. O bütün adət-ənənələrdən Novruzu çox bəyənirəm. Nəyə görə? Şirin gəlir mənə. O bişirirsən, sonra gözəl belə bəzəyirsən, o sonra səməni düzəldirsən, onu görürsən belə yavaş-yavaş çıxır. Adama başqa bir ləzzət verir. Həm də ki, bilirəm ki, bu mənim yoldaşımın ən sevdiyi adətlərdən biridir. Bəlkə də ona görə. Amma həqiqətən özüm də çox sevirəm. Yemək bişirə bilirsiniz Azərbaycan yeməyi? Ən yaxşı hansını bişirirsiniz? O yoldaşımdan soruş. Ən yaxşı hansını bişirir? Valla hər şey bişirirlər. Anam ona bir il içərisində demək olar ki, hər növ yeməyi bişirir. Ləvəngi toyuq eləyir. Ləvəngi çətindir toyuq eləmək. Kükü eləyir. Ondan sonra üç bacı eləyir. Daha sonra nəyimiz var? Döşəmə pilavını eləyir. O da çətin. Onlar da çətindir. Piraşki eləyirəm, uşaqlarım çox bəyənir. Ən mənə maraqlı gələn sual. Azərbaycan dilini necə öyrəndiniz? Klassik sual.